Misal üçün sizin övladlarınız sizlə qalır, səhv eləmirəmsə. Mən biraz bəxtim gətirdi ki, onlar bir xeyli böyükdülər. Böyük qızım artıq 18 yaşı tamam olmuşdu o vaxtları. Kiçik qızımın 16 yaşı var idi. Oğlumun 10 yaşı vardı. Özü məni seçdi ki, mənimlə qalsın. Mən bir sual vermək istəyirəm. Öz-özünə belə alındı. Mən sual vermək istəyirəm ki, yoldaş sizə aliment verirmi? Mən dediyim kimi mənim bir ideyam var. Yəni bu mənim keçmiş həyat yoldaşımdır. Yəni ki, olubdur. Mənə heç bir aidiyyəti yoxdur. Yeganə aidiyyəti uşaqlarımın anasıdır. Və mən bu perspektivdən öz üstlərimdə belə bir öhdəlik hiss edirəm ki, onun minimal ehtiyaclarını ödəyim ki, o başqa heç kimə möhtac qalmasın. Məsələn, möhtaclıq perspektivi. Yəni tam tərs istiqamətdə işləyir. Yəni övladlarınız sizlə qalır, həm də eks həyat yoldaşınıza yəni ev, maşın, biznes saxlamışam ki, gəliri olsun, evi olsun, maşın stabil olsun. Yəni ki, hər nə qərar qəbul edəcəksə bundan sonra sırf istədiyinə görə, məcburiyyətdən deyil, istəyir münasibət qurar, istəməz qurmaz. Yəni ki, bunun üzərində getsin. Bir çox insanlar bununla razı deyil, bu ideya ilə ki, niyə görə mən bunu etməliyəm, amma məndə sonda həmişə bu var ki, sabahlar bizə elçi gələndə, qızlarım üçün kimsə gələndə heç kim artıq söhbət edə bilməsin ki, uşaqların anası belə bir şey edibdi ya da etməyibdi. Bu çox vacib. Mən uşaqlarımı qoruyam, onu qorumuram.